Ermənistan üçün Rusiya taxili ilə yüklənmiş qatar hazırda Ağstafanın Bölgəsi istansiyasındadır. Gördüyünüz bu qatar birazdan Ermənistana yola düşəcək. Hazırda qatarın sənədləşmə işləri gedir. Sənədləşmə işləri tam rəsmiləşdikdən sonra qatar əvvəlcə Gürcüstana, daha sonra isə Ermənistana yola düşəcək. Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumilikdə 1048 ton 800 kiloqram olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. Ermənistan Baş nazirinin müavini Muger Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb. Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Ağstafa.